Biri varmış, biri yoxmuş. Bir dəfə günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri, adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra günəşin yanına qasid göndərməyə qərar aldılar. Dedilər, qoy gedib günəşə yalvarsın. Bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşanın uca dağın axırıncı dənizin arxasındaydı. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri tovuz quşunu seçdilər. Dedilər, o çox gözəldir. Günəş onun sözünü yerə salmaz. Tovuz quşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu. Kimsən? Nə istəyirsən? Mən tovuz quşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx, işlər çətinə düşüb. Kimin işidir çətinə düşən? Lap elə mənim. Qaranlıqda qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür. Günəş hissləndi. Deməli, mən sənin quyruğuna lazımam. Rədd ol buradan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm. Tovuz quşu əli boş qayıtdı. Sonra günəşin yanına bülbülü göndərdilər. Hamı düşünürdü. Onun qəşəng səsi var. Günəşi bir təhər razı salar. Doğrudan da günəş bülbülün nəğməsini eşidəndə həyəcanlandı. Köks ötürdü. Yuxulu-yuxulu dedi. Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa söylə. Sənin üçün hər şeyə hazıram. Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın. Günəş maraqla soruşdu. Məgər sən gecələr mahnı oxuya bilmirsən? Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gündə səhər açılmasa, səsim tutulacaq. Günəş onun sözündən pərt oldu. Deməli, mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs öz istirahətim necə olsun? Rədd ol buradan. Bülbül də kök peşman geri qayıtdı. Bu dəfə günəşin yanına tutuquşunu göndərdilər. O dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı. Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hissləndiyini görmürəm. Günəş cavab vermədi. Qorxdu ki, tutuquşu onun sözünü də yamsılayar. Tutuquşu da yerə əli boş qayıtdı. Elə bu vaxt xoruz xahiş etdi ki, günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, xoruz gözəl deyil, səsi kobuddur, amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səslənib ayıldı. Az qala yıxılacaqdı. Yorğanı üstündən düşdü. Bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdura qışqırdı. Bu kimdir? Mənim evimdə nə gəzir? Quqquliqu, quqquliqu, oyan ay tənbəl, öz vəzifəni bilmirsən? Günəş gərnəşdi. Nə vəzifə? Axı sənin vəzifən işıq saçmaqdır, yeri qızdırmaqdır. Sənsiz yer üzündə həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər. Günəşin gözləri doldu. Mən onsuz da ömrüm boyu əbəs işləmişəm. Heç kəs mənim qədrimi bilmir. Mənə qiymət vermir. Tovuz quşu ancaq quyruğuna xidmət edir. Bülbül öz nəğmələrinə qulaq asır. Tutuquşu da ağılsızın biridir. Xoruz onunla razılaşmadı, dedi. Ey tənbəl günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz. Günəş təəccübləndi. Adamlar nəyimə gərəkdir? Güya onlar olmasa işığım, hərarətim azalacaq. Bəs necə? Adamlar olmasa rəngin solar. Səhər çağı sənin şüaların, şehli otların, sümbüllərin, çəmənlərin üzərinə düşüb bərq vurur. Çoxalır. Bəs torpağı əkib becərən, yaşıllaşdıran kimdir? Günəş dedi. Əlbəttə adamlar. De görək su götürmək üçün yerdəki quyuları kim qazıb? Adamlar qazıb. Bundan nə olsun ki? Sən məşhur bir məsələni unutmusan. Qulaq as, gör orada nə deyilir. Ayın əksi göllərə düşür. Ulduzlar sayrışır. Hər quyuda günəşin şəkli görünür. Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi.
Qadınlar bulaq başında toplaşanda sən onların kuzəsində əks eləyirsən. Yaxşı deyiblər, göydə bir günəş var, yaxşı ev sahibinin isə kuzəsi bir günəşdir. Günəş onunla razılaşdı. Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir. Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap çotan kimi, yadındadır kəndinin çotanında işsiz qaldıqdan tamam pas atmışdı. Elədir, sən haqlısan. İndi gördüyün adamlar olmasa, dünyaya zülmət çökər. Sən isə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən. Günəş fikrə getdi. Ay xoruz, nəğmələrin çox şirindir. Ancaq başa düş ki, mən özüm üçün yaşamaq, dincəlmək istəyirəm. Tənbəl günəş. Yalnız özü üçün yaşayan hər kəs başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər yaxşı da dincəlir. Günəş yataqdan qalxdı. Var qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O əvvəlcə üzünü günəşə tutub deyir: Ququliqu, oyan, işə başlamaq vaxtıdır. Sonra o torpağa müraciət edir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz 3-cü mahnısını adamlar üçün oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir. Oyanın.